Bu ölkədə ordu hakimiyyəti ələ keçirdi. Sabah elan ediləcək prezident və parlament seçkilərinin nəticələrindən əvvəl Qvineya-Bisauda hərbçilər hakimiyyəti ələ keçirib. Referans media xəbər verir ki, ötən bazar günü keçirilən prezident və parlament seçkilərinin müvəqqəti nəticələrinin açıqlanmasından bir gün əvvəl Qvineya-Bisauda hərbi çevriliş baş verib. Paytaxtda Prezident Sarayı, seçki komissiyasının qərargahı və Daxili İşlər Nazirliyi yaxınlığında atışmalardan sonra əsgərlər hakimiyyəti ələ keçirdiklərini elan etmək üçün dövlət televiziyasına çıxıblar. Əsgərlər asayişi bərpa etmək üçün ali hərbi komandanlıq yaratdıqlarını və növbəti xəbərdarlığa qədər ölkəyə nəzarəti öz öhdəliklərinə götürdüklərini açıqlayıblar. Ali hərbi komandanlığın sözçüsü Denis Nçama çevrilişin ölkədə sabitliyi pozmaq üçün davam edən planın aşkarlanmasına cavab olduğunu bildirib. Ali hərbi komandanlıq Prezident Umaro Sissoco Embalo'nun vəzifədən kənarlaşdırıldığını, seçki prosesinin dayandırıldığını, sərhədlərin bağlandığını və ümumilli komendant saatı tətbiq edildiyini açıqlayıb. Keçən bazar günü keçirilən prezident seçkilərində hazırki prezident Embalo və onun rəqibi Fernando Dias üz-üzə gəlib və hər iki tərəf qalib gəldiyini iddia edib. Dias'ı dəstəkləyən keçmiş baş nazir Domingos Simes Pereira Embalonu seçkidə uduzduğunu anladıqdan sonra saxta çevriliş cəhdini təşkil etməkdə və bununla da fövqəladə vəziyyət elan etməkdə ittiham edib. 2023-cü ilin dekabrında paytaxt Bissauda saatlarla davam edən atışmalardan sonra Embalo hökuməti hadisəni çevriliş cəhdi elan etdi və parlamenti buraxdı. Qvineya-Bisau o vaxtdan bəri qanunverici orqan olmadan idarə olunur. Digər tərəfdən, Senegal və Qvineya arasında kiçik bir ölkə olan Qvineya-Bisau 1974-cü ildə Portuqaliyadan müstəqillik qazandıqdan sonra ən azı 9 çevriliş cəhdi ilə üzləşib. Müharibə bitməsə, Avropa hər şeyini itirəcək, Ferro. Əgər Avropa ölkələri Ukrayna konfliktinə son qoyub, Rusiya ilə sülh əldə edə bilməsə, o zaman elə birbaşa müharibəyə girib, hər şeyi itirəcəklər. Axar az xəbər verir ki, bu barədə Fransalı siyasətçi, publisist, keçmiş nazir Luc Ferry deyib. Ukrayna bugün müharibəni uduzub və əgər biz sülh bağlamasaq, onda nə baş verəcəyini görmək çətin deyil. Rusiya ordusu Kiyevə doğru irəliləməyə davam edəcək və əgər Rusiyaya müharibə elan etməsək, hər şeyi itirəcəyik. Siz Rusiyaya müharibə elan etmək istəyirsiniz, bu nüvə müharibəsi olacaq. Absurddur, Ferry bildirib. Bu məsələdə onlardan asılı olmamalıyıq, Zelenski. Ukrayna dron tutan aparatların istehsalını genişləndirəcək, müstəqil olaraq qısa və orta mənzilli hava hücumundan müdafiə sistemləri istehsal edəcək. Ukrayna bu məsələdə tərəfdaşlarından asılı olmamalıdır. Axar az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski xalqa müraciətində bildirib. Zelenski qeyd edib ki, hava hücumundan müdafiə sistemi gündəlik olaraq Rusiyanın raket və dronlarının məhv edilməsi üçün vacibdir. Ukraynalılar qlobal bazarda və ya tərəfdaş ambarlarda nə isə tapmaqdan asılı olmamalıdırlar. İstehsal tapşırıqları vaxtında yerinə yetirilməlidir və buna görə bütün səviyyələrdə şəxsi məsuliyyət qorunmalıdır.